Uşaqlarınız üçün çox münasib qiymətə olan Optita firmasının Tab 8 modelini təqdim edirəm. Bu planşetin qutusuna podstavkalı kablo daxildir, planşetin özüdür, antiudardır, adapter, USB və konvertorası daxildir. Elə, keçək planşetin özünə. Bu planşet qətiyyən donması içməsi yoxdur. Gördüyünüz kimi 8 inç ekrandır, 5000 amper batarya, 5 megapiksel frontal kamera, 13 megapiksel arxa kamera, 5G Wi-Fi dəstəkləyir, octa-core prosesor malikdir. Keçək planşetə. Bu planşet yəni uşaqlar orta səviyyədə, yəni primarda hər bir onları açıb yəni yüklə bilər. Donması içməsi yoxdur. Planşetdə gördüyünüz kimi yəni sürətli axıcı ekranda ilişməsi söhbəti yoxdur. Girək birinci YouTube'a. Görək YouTube'da necə işləyir. Kabloslar dediyim kimi podstavkalı qatlayıb istifadə edərsiniz. Aha, gördüyünüz kimi YouTube'a necə sürətli girdi. İndi keçək adi bir video açaq, görək necə açır. Məsəl üçün Quruluş Osman reklamı tezliklə başa vuraq. Xeyr, ötür. Reklamı ötürdük. Səsinə baxın, fikir verin, səsi çox yəni durdur. Yəni ki, səsdə problem yoxdur. HD keyfiyyətində yəni videoları qoya bilərsiniz. Yəni onda belə donmur. Yəni ki, belə. Təkmil 720. Yəni ki, 1080-ə dəstəkləyir. Belə baxın da. 720. Ekranı çeviririk elə. Çevirdik. Gördüyünüz kimi. İndi podstavkanı belə qoyuruq, qatlayırıq. Və stop, hazır. Planşetimiz hazır. Ekranı belə böyüdürük. Super. Yəni ki, uşaqlar üçün YouTube dərs üçün ideal bir seçimdir. Yəni ki, buyurun sifariş edə bilərsiniz. Qiymətləri çox münasibdir. Sifarişini gördüyünüz çox da sayca məhduddur. 6 RAM 256 GB yaddaş.